Fevralın 1-dən Gürcüstanda tikinti prosesləri rəqəmsal formata keçir. Bəs bu yöndə Marneolidə nələr gözlənilir? Süjet izləyək. Gürcüstanda tikinti prosesləri yeni mərhələyə qədəm qoyur. Bu il fevralın 1-dən etibarən bina və obyekt tikintisi istismara verilməsi üçün ərizələrin elektron şəkildə təqdim edilməsi məcburi olacaq. Yenilik prosesləri sadələşdirmək və vətəndaşların vaxtına qənaət etmə məqsədi daşıyır. Regionews yeniliyin vətəndaşlar üçün nə dərəcədə effektiv olduğu və Marneolidə əhalinin dəyişiklik barədə məlumatlı olması ilə maraqlandı. Yaxşı olar da belə gedib institusiyada vaxtı itirməzsən, gələrlər qapıda keçirərlər, aform eləyərlər, yaxşı olar. Nə bilim olsa yaxşı olar. İnsanlara nə tərdiyim də. O ana bu ana gezdirip aparıp orada üstüce gidersen, oraya gidersen daha güzel olur. Daha güzel olur. Vaxt keçməz. Əlbəttə, vətəndaşların işini asanlaşdıracaq. Elektron formada sakin harada inşaatın aparıla bilib-bilməyəcəyini öyrənəcək. Elektron şəkildə ətraflı məlumat verilməlidir. Bu çox ciddi məsələdir. Mütləq baxılmalıdır. Yoxsa kim harada istəyir, orada da tikinti aparır. Belə olmaz. Tikintiyə başlamazdan əvvəl ərazi araşdırılmalıdır. Mühit analiz edilməlidir. Yeni elektron sistem vətəndaşlara evlərindən çıxmadan MS-Gov.G platforması vasitəsilə bələdiyyəyə müraciət etməyə imkan verir. Bu yenilik həmçinin sahə mütəxəssisləri üçün də xüsusi vacibdir. Onların fikrincə, elektron platformanın tətbiqi bürokratik prosedurları əhəmiyyətli dərəcədə azaldır, proseslərin şəffaflığını artırır və bələdiyyə ilə vətəndaşlarla ünsiyyəti asanlaşdırır. Mən bu yeniliyə görə şadam, çünki biz arxitektorların işini asanlaşdırır. Elektron şəkildə saytına daxil olaraq munisipaliteti seçəcəyik. Layihənin 2 mərhələsi var. Birinci mərhələ və tikintiyə icazə mərhələsi. Sənədlər sayta yerləşdirilir. Sonra istənilən layihəyə icazə verilib-verilmədiyini oradan baxıb öyrənəcəyik. Xəritədə də yoxlaya biləcəyik. Nə biz, nə də vətəndaşlar meriyaya üz tutası olmayacaqlar. Son 3 ildir böyük şəhərlərdə, Tbilisi ilə Rustavidə bu proqramlardan istifadə olunur. İndi isə hər şəhərdə, bələdiyyədə mümkün olacaq. Eyni zamanda belə olanda torpaq bölgüləri də ədalətli olacaq. Qonşular arasında narazılıq yaranmayacaq. Digər bələdiyyələrdə, eləcə də Marneolidə rəqəmsal sistemə keçid vətəndaşlara evlərindən çıxmadan tikinti ilə bağlı problemləri həll etmə imkanı təqdim edir. Marneoli meriyası mövzu ilə bağlı Regionewsa verdiyi açıqlamada tikinti proseslərinin yeni formasının proseslərin şəffaflığını, məlumatların ictimaiyyətə açıqlanmasını və vətəndaşların rahatlığını təmin edəcəyini bildirib. Belə ki, bütün qeydiyyatdan keçmiş müraciətlər avtomatik olaraq interaktiv xəritədə əks olunaraq istənilən maraqlı şəxs üçün əlçatan olacaq.